Yanvarın 5-dən etibarən Pedaqoji Universitetdə payız semestrinin imtahan sessiyasına start verilmişdir. İmtahanlar əsasən yazılı, bəzi ixtisaslarda isə spesifik fənlər üzrə şifahi və praktik tapşırıqlar əsasında keçirilir. Gün ərzində 3 növbədə təşkil edilən imtahanların növbəti seansı keçirilir və biz indi imtahan prosesi ilə tanış olacağıq. Gördüyünüz kimi tələbələrimiz müxtəlif imtahan zallarında imtahan verirlər və sualları cavablandırdıqdan sonra öz imtahan kağızlarını imtahan rəhbərlərinə təhvil verirlər. İmtahan yekunlaşdıqdan sonra tələbələrin cavab kağızları bu gördüyünüz otaqda xüsusi olaraq şifrələnir və şəffaflığın qorunması üçün tələbələrin ad və soyadları gizlədilir. Şifrələnmiş imtahan vərəqləri gördüyünüz yoxlama otağında müəllimlər tərəfindən yoxlanılır. Müəllim yoxladığı imtahan vərəqinin hansı tələbəyə aid olduğunu bildir. Bura imtahan qərargahıdır. İmtahanla bağlı hər hansı şikayəti olan tələbələr bura müraciət edir və müraciət etdikləri mövzu barədə məsələ araşdırılır. İmtahan nəticələri ilə bağlı narazılığı olan tələbələr apellyasiya komissiyasına müraciət edirlər və tələbənin imtahan nəticələri tələbənin fənn müəllimi və ya digər müəllimin iştirakı ilə nəzərdən keçirilir və komissiyanın qərarı ilə müvafiq qərar qəbul edilir. Aktuda imtahan sessiyasının 1 ay müddətində keçirilməsi nəzərdə tutulub.